Bir daha salam dostlar. Axırı bir gün ikinci dəfədir. Bir gündə video paylaşıram. Bax, gördüyünüz Lincoln belə avtobuslar var. Bu da sürücüdür. Bu avtobus qabağı belə aşağı gəlib. Bu pandusda avtomatik açılır. Ödənişi burada ya aylıq edirsiniz. Görürsünüz, bu belə bir şeydir. Ya belə bir şey pulu bura salırsınız. $1 25 centdir. Və yaxud aylıq $17 onlayn telefonla ödəniş edib nəqliyyatdan istifadə edə bilərsiniz. Yəni belə bir şeydir, görürsünüz. Çox rahat, insan yönümlü olduğu üçün böyle bu avtobusun qabağı hündürdür. Bunu çox vaxt sürücülər orada düyməni basırlar. Avtobus avtomatik düşür aşağı. Böyle bir yerdir, görürsünüz, böyle avtobusdur. Ben de çıxmışam, gedirəm işə sarı avtobusla. Sürücüyə deyirəm, ödənişi nağd eləmək istəyirəm. Çıxartdım, bu $2 göstərirəm belə. Burada $2 ümumiyyətlə nadir bir şeydir. Deyir, bunu xərcləmə, bunu saxla. $2 hər yerdə olmur. Mən də bunu qoydum, qatlaladım, qoydum qırağa belə ki, xərcləmir. Burada sürücü də elan edir, gedirik. Böyle bir rahat oturacaqlardır. Bu oturacaqlar qatlanılır. Burada görürsünüz ki, fiziki qüsurlu insanlar üçün yerdir. Burada kimsə oturursa, bunu o adam oradan durur, qatlanır, orada gəlib invalidni əlir arabası ilə orada dayanır və bu kəmərlər doğru birləşdirilir. Görürsünüz ki, tərpənməsin yerindən. Rahat gedə bilirsiniz. Həmçinin buradakı oturacaqlarını görürsünüz, eyni qaydada. Belə dostlar, belə bir rahat, komfortlu avtobusdur. Gedirik. Şimdi gözləyirik görəyəm. Deyəsən, tərpənmək istəyirik. Bu qədər dostlar. Gününüz uğurlu olsun. Sağ olun. Özlem var.